Hello, bugün qaynanamla çox maraqlı bir akım çəkdik. Qabağımızda hansı əşya var, onu təxmin edəcəyik. Kim udsa, udusan tərəf həmən adama Emsandan çox qəşəng bir hədiyyə alacaq. İndi görə kim udacaq? Az qaynana, az qaynana. Mən həmişə udmuşam, ha uduzmaqda sevmərəm. Uzdan hansı əşyalar var, heç bilmirik. Həqiqətən bilmirəm indi gəlində nə var. Bir dənə belə qaldır yerə vur görürüm. Əslində oturdu da. Mən oturduram. Topkası varsa bas görək. Bir yandadır. Bax, söndürdüm, gördün. Toku da var, bax, toku. Hə, toku var. Hə, toku var, gördün. Məndəki xəmir qatan aparatları ondandır. Yox, yox. O Qaçışdıran aparatın o qaçışdıran hissəsi var. Ondan bu səs çıxır da falan. yox. Heç belə hissiyatım deyil o deyil. Ölçüsünü dəyə bilmirəm. O ya ləyəndir, ya qazandır. Son qərarın nədir hala denən? Son qaynada işte kartof qaynada pereşi kızarda bilemiyorum mesela. Bax elə bir şeydir. Mən inanmadım o xəmirqatdan olduğuna. Keçin, onda açın. Bax. Bu nədir? Oyun qutardı. Bax qaynana uddu. Yedirik Emsana. Qaynana nə istəsə bu dəfə onu alırsan. Yaxşı. Yollandıq Emsana qaynanama hədiyyə almağa. Bu dəfə Emsanda çox maraqlı kampaniya aktiv idi. Qırmızı etiket günləri. Bir çox məhsulda 80%-dək endirimlər var idi. Xalçalara 60%, süfrələrə 60%, xrustallara 50%. Mənim ən bəyəndiyim şamdallar da 50% endirimdə idi. Hala bax, eyni təsvir, amma Üstüra bilməz. Az qaynada qoca qıstardan. Səndən Allah da bilməzdi. Səhər yeməyi setlərinə, fərqli elektronik əşyalara və daha bir çox məhsula çox gözəl endirimlər tətbiq olunmuşdu. Gəlin bax. Bunu bəyənirəm. Rəng olaraq çox xoşuma gəldi. Hesabı səndəndir də. Mən unutmuşam axı. İndi bunu elə hesabın içində mən də sayacağam. Biz hədiyyəmizi alıb yollandıq evə. Siz də mütləq Emsandakı qırmızı etiket günlərindən faydalanmağı unutmayın.